الحمد لله الذي لا يبلغ مدحته القائلون ولا يحصى نعمائه العاطون ولا يؤدي حقه المجتهدون الذي لا يدركه بعد الهمم ولا يناله غوص الفتن ثم الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين المنتخبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد فبسم الله وبالله ثم بذكر ولي الله. اللهم كن لوليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا وهب لنا رأفته ورحمته ودعاءه وخيره. Möhtərəm əzizlər, Allaha həmd və səna olsun. Yenə nəsib elədi. Həzrəti Bəqiyyətullah Əzəmin adına olan məclisə davam edirik. Bugünkü mövzumuz, yəni 8-ci dərsimiz ağanın uzun ömürlü olması barədədir. Əlbəttə, bugünkü söhbətimizdə bu mövzuya lakonik formada toxunacağıq. Yəni ki, cavablar şəklində, bu formada deyil. Amma gələcək mövzularımızda bunu biz inşallah daha da ətraflı şəkildə sizin hüzurunuza çatdıracağıq ki, ağanın uzun ömürlü olması haqqındakı şək, şübhələr, iradlar bildirirlər, gətirirlər, şəklər salırlar insanların zehinlərinə. Bizim özümüz üçün, yəni özümüz nə qədər iman gətirək, özümüzün etiqadımız düzəlsin, o həddə, yaxşı qulaq asırsınız, yəni özümüzə lazım olan qədər, belə deyim, lakonik formada məlumatlanaq ki, Həzrəti Həccət Əcəlallah Fərəcəhu Şərif necə olur, indiyənə qədər uzun ömürlü olur və sağ olur. İlk öncə Ənkabut surəsinin 14-cü ayəsinin hüzurumuza ərz edib söhbətə başlayıram. Mütəal Allah buyurur, biz Nuhu öz qövmünə göndərdik, o 1000 ildən 50 il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri vaxt yaxaladı. Demək, mütəal Allah Həzrəti Nuh əleyhissalatu vəssalamın öz qövmü arasında imamətinin, yəni peyğəmbərlik vəzifəsinin icrasının müddətini bəyan edir. İmam Mehdi Əcəlallah Teala Fərəcəhu Şərifin xüsusiyyətlərindən biri ömrünün uzun olmasıdır. Belə ki, onun ömrünün uzunluğu Həzrəti Nuh və Həzrəti Xızrın uzun ömürlü. İmran, icazə versən? Çəkiliş gedir, yəni ülmünə dinlədim, nəsə sözün var. Salavat deyə Peyğəmbərə. Allahümmə səllə əla Muhammed. Həzrətin ömrünün uzunluğu Həzrəti Nuh və Həzrəti Xızrın uzun ömürlüyü kimidir? İmam Səccad əleyhissalatu vəssalam buyurur ki, Fil-qaim Əcəlallah Teala Fərəcəhu Şərif sünnətun min Nuh və hiyə tulul ömri. Həzrəti Məhdidə Nuh əleyhissalamdan bir sünnə var. O da nədir? Ömrünün uzun olmasıdır. Bunun söhbəti inşallah Allah bir gün qismət eləyər. Ömrümüz çatsa, peyğəmbərlərdə olan sünnələrin, İmam Zaman ağada olan nümunələri haqqında danışacağıq, vaxtı çatacaq inşallah. Müqayisələr gedəcək. Peyğəmbərlərlə İmam Mehdi Əcəlallah Fərəcəşin müqayisələri. Hər peyğəmbərdən bir xüsusiyyət, Nuh əleyhissalamdan olan sünnə nədir ay cəmaat? Qulaq asmırsınız. Uzun ömürlülükdür. Hamımızın üzünə baxıb danışıram, ona görə görürəm ki, gedirsiniz, əlhəmdülillah. Əvvəldə oxuduğumuz ayəyə əsasən Nuh əleyhissalam tufandan öncə öz qövmünün arasında neçə il qaldı? 950 il. Buna eşitmişsiniz. Təbliğdən əvvəl də, bu təbliğ müddəti deyər 950 il öz qövmünün içində. Həzrəti Nuh əleyhissalamın ömrü 2 hissəyə bölünür. Tufandan qabaq, tufandan sonra. Tufandan qabaq qövmünün arasında olan təbliğ ili nə qədədir? 950 ildir.
Təbliğdən qabaq da ömrü var axı. Təbliğdən qabaq da yaşayıb. Tufandan sonra da 100 illərlə yaşayıb. Hamısı bir yerdə hədislərə əsasən neçə il yaşayıb? 2500 il. Kəmaluddin səhifə 533. İmam Sadiq əleyhissalamın hədisinə baxsaz, orada ağa bir deyir 800 il bu qədər, 500 il bu qədər, 1350 il bu qədər ta gətirir 2500-dən bağlayır. Demək bu əsasla baxdıqda İmam Mehdi sahibə zaman əcəlallah fərəcəhu şərif hələ Nuhun ömrü qədər yaşamayıb. 1190-1191, Həzrət Nuh 2500. Görürsünüz, yarısı olub heç, yarısı olmayıb Həzrət Nuhun ömrünün yarısı qədər olmayıb. Çünki bugünkü tarixə əsasən 1191-dir də, düzdür, ağanın yaşı. Həzrət Xızır əleyhissalam ən uzun ömürlü şəxsdir, düzdür. Quranda onun Həzrət Musa ilə əhvalatı mövcuddur. Sünni və şiyyənin etiqadına əsasən hələ də nədir? Diridir, sağdır. Deyə bilərik ki, Həzrət Xızır İmam Mehdi əcəlallah fərəcəhu şərifdən 2300 il böyükdür zahiri bədəndən. Tamam mı? Zahiri dünya bədənində 2300 il Həzrət İmamdan böyükdür. İmam Sadiq əleyhissalam onun ömrünün uzun olmasının səbəbini Həzrət Məhdinin ömrünün uzun olacağına görə olduğunu buyurub. Gör illətə bax. Biz imam başa düşməmişik. Varlıq aləminin mərkəzində imamdır. Allah deyir onu ona görə uzun ömürlü eləyib ki, Həzrəti İmam Mehdiyə dəlil olsun. Görürsünüz imam harda qərar tutub? İmamət imam, Həzrəti Məhdi varlıq sisteminin, varlıq deyirəm ha sənə, yer kürəsindən danışma. Varlıq sisteminin mərkəzi deyə imam. Allah Həzrəti Xızırı uzun ömürlü edib dəlil olsun İmam Məhdi əcəlallah fərəcəhu şərifin ömrünün uzunluğuna. Nəyə görə dəlil olsun? Desən ki, Nuh bu qədər yaşayıb, qayıdıb deyirlər ki, peyğəmbərdir. Peyğəmbər olub. Desən Xızır, ona da peyğəmbər deyə bilməzsən ki. Düzdür? Həzrəti Xızır peyğəmbər olmayıb ki. Əbdun salihun. Salih bəndə deyir Allah. Quran-ı Kərimdə ona. Yəni insanlar üçün buna görə uzun ömürlü qərar verilib ki, əgər desələr necə Həzrəti Mehdi bu qədər uzun ömürlü ola bilər, Həzrəti Xızır onlar üçün buna şahid olsun. Kəmaluddin səhifə 357. Digər cəhətdən insanlar bu nöqtəyə diqqət eləsələr, İmam Mehdi əcəlallah Teala fərəcəhu şərif də digər ilahi hüccətlər kimi ilahi elmə sahibdir. Düzdür, mütləq elm. Elm dedikdə onlar nəzərdə tutulurlar. Xəstəliklərdən, ömrü qısaldan amillərdən uzaq durmaqla uzun ömürlü qalmağı təmin edə bilər. Mütləq elmin sahibi deyil, hər şeyin əlacın, səbəbin, yaxşısın, pisin, zərərin, məkruhun, mübahın bilən şəxs deyil ən ali dərəcədə. İnsanın ömrünü qısaldan amillərdən özünü uzaq etsə, neyniyə bilər? İndi axırda nöqtəsini qoyacaq. Quran deyə, qoy deyim bu cümləni. Quran uzun ömürlü olmağı inkar etmir heç yerdə, heç bir yerdə. Sənin əsas kitabın Qurandır da. Quran heç vaxt. Bilirsiniz nə qədər ayə var? Məsələn, qoy düşdü yadıma. Yunus əleyhissalam. Balığın qarnında. Allah deyir ki, o zikri deməsə idi, neyniyəcəkdim? Qiyamətə qədər onu saxlayacaqdım. Qiyamətə qədər dili saxlayardım. Bu cürlə ayələr və ya Nuh əleyhissalamın uzun ömürlülüyü, bu cürlə ayələr Quranın məntiqini bunu deyir ki, ya insan çox yaşaya bilməz, ya bu cür ayələr təsdiq edir insan çox yaşaya bilər. Təsdiq edir də. Bundan əlavə, ilahi qüdrətlə onun mübarək çöhrəsi də qocalmır. Və görənlər onun 40 yaşı olar və ya olmaz deyəcəklər. Muntaxabul Əsər səhifə 285, əlbəttə başqa kitablarda da, Uyun Əxbar Rızada da var, Kəmaluddində də var. Tibb elmi insanın, diqqətlə qulaq assan Seyid, tibb elmi insanın müəyyən bir yaşdan sonra yaşaya bilməz deyə bir şeyi təsdiq eləmir. Yaşaya bilmir, bundan artıq ömür sürə bilməz, tibb elmi bunu təsdiqləmir. Yaxşı deyə, Orxan düzətmişdilər gül kimi. Gəldin səs-küy elədin. Əksinə,
insan orqanizminin çox-çox uzun illər yaşaya bilmə qüdrətinə sahib olduğunu deyirlər. Orqanları təşkil edən amillər hüceyrə və toxumalardır. Diqqət edirsən, Kərbəlayı. Orqanları nə təşkil edir? Hüceyrə və toxumalar. Əgər bu hüceyrə və toxumalar zərərli və məhvedici amillərdən qorunsa, beləliklə orqanlar sıradan çıxmaz. Niyə? Çünki hüceyrələr təşkil edir toxumaları, toxumalar təşkil edir orqanları. Yəni hər hansısa bir orqan ibarətdir toxumalardan, toxumalar da ibarətdir nədən? Hüceyrələrdən. Hüceyrələr sıradan çıxdıqca toxumalar. Məsələn, görürsən biri şərab içdi, burnu falan vəziyyətə düşdü, məsələn, o qədər içdi, məsələn, üzü dəyişdi. Nə öldürür axı o spirt vasitəsilə bütün hüceyrələrini və toxumalarını. Məhv edir, sıradan çıxardır. İndi üzdə olan təzahürlər içdə olan təzahürdən gec olur. İç çoxdan sıradan çıxır. Ciyəri gedib, nə bilim, mədəsi pis gündədir. Yeməklər də bu cürdür. Yəni o hüceyrələr məhv olur. İndi İmam əleyhissalatü vesselam necə qidalandığını bilir ya bilmir. Mənə sənə yetişən şəriət kimdən gəlib çatır? Nəyi yemək məkruhdur, nəyi yemək müstəhəbdir. Tibb sahəsində bir hal ənvar yığıb Əllamə əcizamsın. Tibb sahəsində imamlarımızın hədisləri bütün nöqtə vergüllərinə qədər. Bütün adi bir dənə qızdırmada bunu demişəm. Adi qızdırmada olanda başı neçə dəqiqə üz aşağı saxlamağın müstəhəbliyinə qədər hər şeyi bəyan ediblər. Həkimlər gəliblər imamların qabağında, məhv olublar, gediblər. Bunu bizə çatdıran şəxs özü yaşayış tərzində buna riayət eləməyəcək ki, hansı nələrdən istifadə edəcək, nələrdən istifadə edilməyəcək. Qeyd eləmək yerinə düşər. Təbiətdə bir sıra heyvanlar var. Yaşı 2000 ili keçib. Özünüz də bilirsiniz. Canlılar var. Balina var 3000-ə çatıb. Ağaclar var 2000. Adlarını da bilirdim. Mən orada məktəbi yaxşı oxumuşdum. Təbiətşünaslıqda da, ondan sonra zoologiyada, digər fənlərdə ki, bunların adları qeyd olunub, yaşları indiyənə qədər hələ canlıdırlar. Bir maraqlı faktı sizlə bölüşmək istəyirəm. İmam Mehdi Əcəlallah Fərəcəhu Şərifin uzun ömürlü olacağı barədə 363 hədis var. Bu hədislər İmam Zaman Ağa haqqındakı, demək İmam Zaman Ağadan qabaq deyilib bu sözlər. İmam Zaman Ağa dünyaya gəlməmiş deyilib. 363 ədəd Həzrətin uzun ömürlü olacağı barədə hədis var. Yəni imamın uzun ömürlü olacağı barədə məlumat təzə və yeni bir şey deyil. Sən üçün yeni kimi ola bilər. Oyda 1191 yaşı var. Və ya sən üçün adidir. O dövr çatmırdı ki, ona necə olacaq bu? 1000 illəri ötmüş məlumatlardandır. Bax, sizin üçün bir-iki nümunə qeyd edirəm burada. Şeyx Səduq rəhmətlik 25 yaşında Kərbəlayı Kəmalüddin əsərini yazıb. Bax, maraqlıdır, bax. Ona görə deyirəm ki, bir dənə baxız. Mənə ləzzət eləyir bu hissəni bir neçə dəfə, bir 10-15 dəfə demişəm. 25 yaşında Kəmalüddini yazıb. Şeyx Səduqun 25 yaşı var. Həmin əsərdə imamın uzun ömürlü olması barədə nə açıb? Bab açıb. Özün 25 yaşı var. Yaxşı. Bu əsərin yazılması təsadüf edir Hicri 232-ci ilə. Hicri 332-ci ilə. Həmin zamanda İmam Zaman Ağanın hələ 77 yaşı var idi. Hələ 77 uzun ömür sayılmaz ki. Kitabında qeyd edib ki, İmam Zaman Ağa uzun ömürlü olacaq. Bunun üçün babaçı və hədisləri qeyd edib. Və yaxud mərhum Numani Əl-Qeybə əsərin 342-ci ildə yazıb. Qeybəti Kubraya düşür. O da bu kitabda imamın uzun ömürlü olacağı barədə bab açıb. Bu kitab yazılanda isə İmam Zaman Ağanın 87 yaşı olub. Lakin uzun ömürlülüyündən danışır. Yəni bu yeni bir şey deyil, yeni məlumat deyil İmam Zaman Ağanın uzun ömürlü olması. Yəni əgər hələ ağanın 70-80 yaşlarında onun uzun ömürlü olacağı barədə kitablar yazıblarsa, bu ona dəlalət edir, bu ona sözçülük edir ki, bu əvvəlcədən məlummuş. Bir salavat deyək Peyğəmbərə. Allahümmə səlli Muhammed və bayaq dedim,
əsas deyəcəyimiz söz ifadə budur ki, Qur'anımız Allahın bizim üçün əsas göndərdiyi kitab insanın uzun ömürlü olmasını inkar etmir, əksinə o ayələrlə təsdiq edir. Həzrəti Nuh, Həzrəti Xızır, Əshab-ı Kəhf, İblis ömürlüdür, uzun ömürlüdürlər də bunlar. Bunların ən uşağı Əshab-ı Kəhfin cəmaatı 309 il yatıblar elə bunlar. Ən balacası bu saydıqlarımın ən balacası. 309 il yatıblar elə bunlar. Neçə yaşları vardı yatanda bilmirəm də. İblis, Həzrəti İsa ki bunlar diridirlər, sağdılar. İmam Zaman Əccalallah fərəcəhu şərif Allahın vəlisidir və Allah da öz vəlisini istədiyi zamana qədər diri saxlayar. Əlavə məlumat üçün deyirəm, insan bədəninin xüsusiyyəti budur ki, öldükdən sonra müəyyən bir zaman, az bir zamandan sonra çürüməyə başlayır. İylənməyə başlayır, partlayır, parçalanır, yoxa çıxır, torpağa qarışır. Bədən üzvləri bir-birindən ayrılır, çürüyür, torpaq olur. Düzdür? Lakin Misirdə onlarla mumyalanmış fironlar var ki, nə bədən üzvləri bir-birindən ayrılır, nə çürüyüblər, aradan da getməyiblər. Düzdür? Mumya ilə, müəyyən bir vasitə ilə. Baxmayaraq onların ölümündən 1000 illər ötüb. Bundan təəccüblüsü nədir bəs? Bundan təəccüblüsü budur ki, nə mumya, nə bir yağ, nə bir krem, nə bilim dərman, nə bir şey vurmadan bir insanın cəsədi 100 illərlə çürümədən qalmasıdır. Olub belə şeylər ya yox? Öz məntəqəmizdə olub olmayıb? Öz yaşadığımız yerlərdə olub olmayıb? Dəfələrlə olub bu hadisə. Bir çox salih bəndə və sahabələrin qəbri açıldıqda müşahidə olunur. Hücr ibn Üdey, rəhmətullahi aleyh, Əmirəl-Mümininin sadiq vəfalı şiyyəsi sahabəsi. Vəhabilərin terroru nəticəsində açıldı, hamı da gördü, dünya da gördü ki, çürüməyib. Dəfn olunduğu formada qalıb. Xansari Rozetül Cənnat, Tənkabuni Qisəsul Uləma, Maməqani özü rical uləmasının başında, önündə gedən, baxmayaraq ki, mütəəxxirlərdəndir, amma önəmli şəxslərdəndir. Maməqani Tənqihul Məqal əsərində qeyd edirlər. Hicri 1238-ci ildə Şeyx Sədqun qəbri düzəldiləndə qəbrin açıq yerlərindən görürlər ki, kəfən görsənir. Dəhşətə düşürlər, heyrət və təəccüb iştirak edənləri bürüyür, sinə daşını tamamilə götürəndə nə cəsəd, nə də ki, kəfənin çürümədiyini müşahidə edirlər. Kəfən də çürüməyib. Kəfən ki, da bir ət döyür. İnsanın vücuduna aid bir şey döyür. Şeyxin ölümündən həmin vaxt 857 il keçmişdi. Bədəni sapa-sağlam idi. 857 il. Hədislərdə mövcuddur. Kim 40 cümə və ya ömrünün axırına qədər hər cümə quslu versə, onun cəsədi qəbirdə çürüməz. Əlbəttə, cümə quslunu zöhrə yaxın ərəfələrdə vermək daha müstəhəbdir. Vəlain ki, sübhdən sonra başlayır vaxtı. Zöhrdən sonra da vaxtı deyil, amma indi şəri yolu var, qəzası var, falan var. Amma bu hədis zöhrə qədərə olana aiddir. İmam Zaman ağanın da qoruyan Allah təbarəki və Teala'dır. Onun ömrünü istədiyi vaxta qədər uzadıb, bədənini salamat saxlayıb, belə ki, qocalıq və yaşlılıq ona tərəf yol tapmır. Xüsusiyyətlərdə deyəcəyəm, amma bu hədsi də gəlib yeri deyirəm. İnşallah bu maraqlı mövzudur. Bunun özünün vaxtı var. Peyğəmbərlərlə müqayisəsi. İmam Baqir əleyhissalam buyurur. Onun Yunus əleyhissalama olan bənzərliyi qeybə çəkilməsindən sonra yaşlı olmasına baxmayaraq cavan halda geri qayıtmasıdır. Yunus Peyğəmbər axı balığın qarnına düşəndə qoca idi. Qarğış elədi cəmaata, getdi düşdü balığın qarnına, qoca idi. Çıxanda 40 yaşında bir cavan kimi. Ona görə o adam ki, çoban ki var idi ya, yaxınlaşdı ona mənə yemək ver. O onu tanımadı. Dedi bizim bir peyğəmbər. Dedi süd istədi. Çobandan süd istədi. Dedi acımdan ölürəm. Süd ver. O qoyunu sağ, keçini sağ. Biraz süd için. O çoban onu tanımadı. Niyə cavan surətində gəlmişdi? Baxız maraqlı sözdür. Söz çəkir. Peyğəmbər buyurub ki, keçmiş ümmətlərdə baş vermiş hər bir şey qarış bə qarış. Bir hədisə deyir, daban bə daban.
mənim ümmətimdə də olacaq. Keçmiş ümmətlərdə baş vermiş şeylərdən biri budur. Yunus qoca kişi idi. Düşdü balığın qarnına. Çıxanda cavan oğlan çıxdı. Demək o mənim ümmətimdə də olacaq. Kimdə olacaq? İmam Mehdi Sahib Əz-Zaman Əcəlallah Fələcəl Şərifdə. Çobana dedi mənə süd ver. Dedi bizim bir peyğəmbərimiz var idi. O gedəndən sonra bizim bütün bərəkətimiz çəkilib heyvanlarımızın südü quruyub. Dedi qoyunu gətir. Gətirdi. Əlin çəkdi onun belinə. Dedi sağ. Sağdı, süd gəldi. Da gördü süd gəldi. Sevindir ki Yunus qayıdıb. Atdı qabı, yetim qaldı orada südsüz. Getdi qövmünə xəbər verməyə ki, ay cəmaət Yunus zuhur elədi. Həzrəti Yunus zuhur elədi və özü sağdı qoyunu. Biraz süddən zatdan nə vardı Allah verəndən yedi Həzrəti Yunus. O hədis ki, bayaq dedi İmam Baqir Əleyhisselam buyurur. Yunus Əleyhisselam oxşarlığı budur ki, cavan şəklində. Yaşı çox olacaq, amma görən hamı ya, hamı deyəcək 40 ya ona yaxın yaş belə deyəcək ki, onun yaşı olar. Kemaluddin Bab 33, hədis 7. Bismillahirrahmanirrahim. Allahümme kun li veliyyikel Hüccet ibnil Hasan salavatuke aleyhi ve ala abaih fi hadihi saati ve fi kulli saat. Veliyen ve hafizan ve qaiden ve nasiren ve denilen ve ayn hatta tuskinehu erdeke ve tumetti'ehu fiha tevila. Birahmetike ya erhamer rahim.